Bəli, eşidirik müəllimə. Ekran paylaşımı normaldır. Bəli, bəli. Əla. O zaman keçək yeni mövzumuzun izahına müəllimlər. Qeydlərinizi aparırsınız. Artıq biz məzmun hissə ilə demək olar ki, yekunlaşdırdıq və bugündən etibarən sizlə baxacağıq kurikulumun təlim strategiyaları hissəsinə. Təlim strategiyaları hissəsi kurikulumun ikinci hissəsidir və başlayır yeni bir mövzu ilə təlimin təşkilinə verilən tələblər və təlimin təşkili prinsipləri ilə. Birinci növbədə gəlin yadımıza salaq ki, məktəbəqədər kurikulum nə demək idi? Məktəbəqədər kurikulum o demək idi ki, bu bir təhsil proqramıdır, hansı ki biz məktəbəqədər təhsildə bunu istifadə edirik 1 yaşdan 6 yaşa qədər və demişdik ki, kurikulum ümumilikdə 3 hissədən ibarətdir: məzmun hissə, metodika hissə və qiymətləndirmə hissə. Məzmun hissəyə bizim öyrədəcəyimiz mövzular, yəni alt standartlarımız, alt standartda əks olunan bilik və bacarıqlar daxil idi. Metodika hissəyə daxil olacaq təlim strategiyaları, iş formaları, iş üsulları və təlimin təşkilinə verilən tələblər, eləcə də prinsiplər və qiymətləndirmə hissəsinə də əlbəttə ki, daxil olacaq uşaq inkişafının izlənilməsi və dəyərləndirilməsi və beləcə kurikuluma ümumi bir tərif versək, deyə bilərik ki, təkrar olaraq bir yadımıza salaq, kurikulum təhsilin məzmunu, təşkili, yəni metodikası və qiymətləndirilməsini əhatə edən konseptual bir sənəddir. Təşkili hissədən, baxın, təşkili deyəndə, metodikası deyəndə, təşkili deyəndə ilk növbədə bizim ağlımıza gələn məsələ təlim strategiyaları olmalıdır. Biz nəyi nəzərdə tuturuq təlim strategiyası deyəndə? Ümumiyyətlə, strategiya sözünün mahiyyətini qavrasaq birinci növbədə, burada bizim gözümüzün önündə belə bir mənzərə canlanacaq ki, strategiya əvvəlcədən müəyyən olunmuş müəyyən bir nəticəyə çatmaq üçün bizim hazırladığımız ardıcıl və planlı fəaliyyətlərin bir modelidir. Yəni, məktəbəqədər təhsil kontekstində tərbiyəçinin bir növ hədəfə gedən bir yol xəritəsidir. Yəni, strategiya qurmaqla biz nə edirik? Qarşımıza qoyduğumuz təlim məqsədlərinə çox az bir vaxt, əmək və resurs sərf edərək necə çatacağımızı göstərən bir plan quracağıq. Strategiya quranda əslində biz bunu qurmuş oluruq. Və strategiyanın məzmununda, baxın, müəyyən bir fəaliyyətin istiqamətinə uyğun məntiqi bir qərarlar toplusu dayanır da. Məsələn, deyək ki, bizim məqsədimiz uşaqların nitqini inkişaf etdirməkdirsə, bunun üçün uşaqlarla təsviri oyunlar qururuq, sonra bir dialoq məşqləri qururuq, daha sonra onlara hekayə danışırıq, daha sonra uşaqların özlərindən müəyyən bir hekayələr qurmağı, nağıllar qurmağı istəyirik. Bax, bu nədir? Bu bir ardıcıllıq məsələsidir də, düzdür, müəyyən bir addımlar atdıq. Yəni, bunu biz qeyri-məntiqi qaydada etdik. Xeyr, bunu məntiqi bir qaydada etdik. Çünki qarşımıza müəyyən bir məqsəd qoymuşduq ki, uşaqların nitqini inkişaf etdirək. Və ardıcıl olaraq da bunun üçün müəyyən bir strateji yanaşma qurduq, plan qurduq və bu plan da olduğu necə bir plan? Məktəbəqədər təhsildə, mikrofonları bağlayaq müəllimlər, strateji yanaşma deyəndə planlı və məqsədyönlü yanaşma nəzərdə tutulur. Mütləq şəkildə təlimdə strategiya deyəndə planlı və məqsədyönlü sözləri bizim qarşımıza çıxır. Bizim strategiyamız planlı və məqsədyönlü olmalıdır. Və təlim strategiyaları bəs nəyə əhatə edir müəllimlər? Baxın, təlim strategiyaları, baxın, bir təlim prosesinin necə qurulmalı olduğunu göstərən forma, üsul və vasitələrin məcmusudur. Yəni, sadə dillə bax sizə desəm, təlim strategiyaları deyəndə biz nəyi başa düşürük? Birinci növbədə onu ağlımızdan keçirdirik ki, tərbiyəçi müəllimin bu məşğələni necə keçəcəm? Necə bir məşğələ təşkil edəcəm? Bax, bu suala bir cavab verməsidir əslində. Mən məşğələni necə keçəcəm? Bu sualın cavabı gizlənir elə bizim təlim strategiyalarımızda. Yəni, planlı və məqsədyönlü planımızda. Və bilirsiniz ki, müəllimlər, məktəbəqədər təhsil Azərbaycan Respublikasında təhsilin ilk pilləsidir və sonraki bütün mərhələlər üçün də əsas bünövrə rolunu oynayır. Buna görə də, bax, biz uşağın bünövrəsini qoyduğumuza görə, onun təməlini qoyduğumuza görə təhsildə mütləq şəkildə təlim strategiyalarını düzgün seçməliyik ki, düzgün qurmalıyıq ki,
təlim prosesi səmərəli olsun. Çünki birbaşa olaraq uşağın gələcək inkişafına təsir edir də təlim strategiyaları, qurduğumuz plan. Və kurikulumda təlim strategiyaları bir sıra məsələləri özündə əhatə edir, bir sıra məqamları özündə birləşdirir. Gəlin, baxaq hansılardır. İlk növbədə məktəbə qədər təhsildə təlim strategiyaları deyəndə müəllimlər, gözünüzün qabağına 3 mərhələ gəlir. Birincisi, təlim prosesi və onun təşkili prinsipləri. İkincisi, təlimin təşkilində istifadə olunan forma və üsullar. Və üçüncüsü, təlimin planlaşdırılması. Deməli, təlim strategiyasına, təlimin qurulmasına, məqsəd yönlü, planlı şəkildə qurulmasına ki, uşaqlar qarşımıza qoyduğumuz təlim məqsədlərinə gəlib çatsınlar. Bunun üçün biz istifadə edirik təlim strategiyalarını. Bəs təlim strategiyalarına nələr daxildir? Təlim prosesi və onun təşkili prinsipləri daxildir. Təlimin təşkilində istifadə olunan forma və üsullar daxildir dedik və üçüncüsü təlimin planlaşdırılması daxildir. Təlim prosesi və onun təşkili prinsipləri deyəndə nəyi nəzərdə tuturuq? Birinci növbədə müəllimlər yadda saxlayırsınız ki, bizim təlimimiz mütləq şəkildə uşaq yönümlü olmalıdır. Yəni uşağa uyğunlaşdırılmış təlim olmalıdır. Daha sonra yaş xüsusiyyətlərinə uyğun planlaşdırma olmalıdır. Yəni hər yaş qrupunda həmin yaş qrupunun xüsusiyyətlərinə, yaş xüsusiyyətlərinin verdiyi tələblərə bir uyğun planlaşdırma olmalıdır. Həmçinin təlimin təşkili prinsiplərində, prosesində biz ardıcıllıq, sistemlilik və inteqrasiyanı nəzərə almalıyıq. Yəni burada ardıcıllıq, varislik prinsipi əsasında təşkil olmalıdır, sistemlilik olmalıdır və əlbəttə ki, inteqrativ yanaşma olmalıdır. Bəs qısa olaraq biz baxsaq ki, təlimin təşkilində istifadə olunan forma və üsullara nələr daxildir? Əlbəttə ki, bura oyun, müşahidə, təcrübə, qrup işi, fərdi iş, didaktik oyunlar, problem həlli tapşırıqları və s. bu kimi məsələlər daxildir. Gələn dərslərimizdə təlimin təşkili formaları və üsullarına ayrıca baxacağıq. Çünki bu ayrı bir yer tutan mövzudur bizim çərçivə sənədimizdə. Bugünlük sadəcə bir giriş kimi buna baxaq. Və təlimin planlaşdırılmasına da ki, əlbəttə ki, bizim həftəlik və gündəlik planlarımız, cari planımız, perspektiv planımız, mövzuların ardıcıllığı və fəaliyyətlərin də planlaşdırma daxilində uyğun seçilməsi daxildir. İndi gəlin baxaq görək sizlə müəllimlər, təlim strategiyasının vacibliyi nədədir? Deməli, müəllimlər, təlim strategiyası yadda saxlayırsınız. Müəllimə məşğələni daha səmərəli təşkil etməyə kömək edir, uyğun metod və üsulların seçilməsini təmin edir və əlbəttə ki, ən sonda, yəni yuxarıda sadaladığım ikisi varsa, məşğələnin səmərəli təşkili, uyğun metod və üsulların seçilməsi varsa, əlbəttə ki, ən sonda təlim strategiyası nəyə xidmət edəcək? Xidmət edəcək uşaqların effektiv öyrənməsinə. Yəni, təlim strategiyaları niyə var desək, əlbəttə ki, effektiv öyrənməyə şərait yaratmaq üçün var deyirik. Müəllimə məşğələni daha səmərəli təşkil etməyə kömək edir deyirik. Uyğun metod və üsulların seçilməsini təmin edir deyirik. Yəni, nəticə olaraq, təlim strategiyasına bir tərif vermiş olsaq, müəllimin planlı şəkildə seçdiyi və əlbəttə ki, inteqrativ yanaşma əsasında qurduğu bir təlim yanaşmasıdır. Deməli, təlim strategiyaları uşaqların daha səmərəli öyrənməsi üçün düzgün metodları bir araya gətirir və ən sonda da təlimin keyfiyyətini yüksəldir. İndi gəlin baxaq dedik ki, bura təlimin təşkilinə verilən tələblər daxildir və təlimin təşkili prinsipləri daxildir birinci növbədə. Hələ metodlara, iş formalarına, iş üsullarına keçməzdən öncə. Bugünkü mövzumuzda əsasən fokuslanacağıq təlimin təşkilinə verilən tələblər və təlimin təşkili prinsiplərinə. Hər birini açar sözlərindən, imtahan yönümlü, testlərə necə bu qarşımızda çıxa bilər, o formada çalışacağım, izah edin, qeydlərinizi götürürsünüz müəllimlər. Deməli, yadda saxlayırsınız ki, müəllimlər, təlimin təşkilinə verilən tələblərlə bağlı. Məktəbə qədər yaşlı uşaqların, baxın, hər tərəfli, yəni o 4 məzmun xətti istiqamətində inkişafı və keyfiyyətli təlimin təmin olunması və bizim qruplarımızda müsbət emosional mühitin yaradılması üçün təlim fəaliyyətinin təşkili zamanı biz
bir sıra tələblər var ki, onları mütləq şəkildə nəzərə almalıyıq. Yəni, qurduğumuz təlim prosesi, bizim bütün məşğələlərimiz, müəyyən qarşımıza qoyulan tələblər var ki, hamısı da burada yazılıb. Bir izahını verəcəm. Müəyyən tələblər var ki, onlara cavab verməlidir. Yəni, əgər bu tələblərə cavab vermirsə, deməli bizim sinifimizdə müsbət emosional mühit yoxdur, keyfiyyətli təlim yoxdur. Bir keyfiyyətli təlim deyəndə onun hansı xüsusiyyətləri olmalıdır? Yəni, necə bir təşkil olunmalıdır? Təlim necə təşkil olunmalıdır ki, biz ona keyfiyyətli təlim deyək? Deməli, müəllimlər, 6 dənə tələb əsasında təşkil olunmalıdır. Keyfiyyətli təlim, birinci tələbimiz ondan ibarətdir ki, təlimin təşkili zamanı uşaq ləyaqətinə hörmət edək. Təlimin təşkilinə verilən birinci əsas tələbimizdir. Uşaq ləyaqətinə hörmət. İkinci tələbimiz, təlimin uşaqların yaş və fərdi xüsusiyyətlərinə uyğun forma və metodlar əsasında təşkili. Deməli, biz iş formaları və iş üsullarını, metodlarını seçərkən, qrupumuzdakı uşaqların yaş və fərdi xüsusiyyətlərinə uyğun metod və formalardan istifadə etməliyik. Bu, bizim təlimimizə verilən, təşkilinə verilən ikinci tələbdir. Üçüncü tələbimiz, təlim prosesində fəaliyyətin böyüklər və uşaqlar arasında əməkdaşlıq əsasında qurulmasıdır növbəti tələbimiz. Dördüncü tələbimiz, uşaqların təşəbbüskarlıq və müstəqilliyinin dəstəklənməsi, yəni biz fəaliyyətlərimiz ərzində, məşğələlərimiz ərzində uşaqların təşəbbüskarlığını və müstəqilliyini dəstəkləməliyik. Növbəti tələb budur qarşımıza qoyulan təlimin təşkilində. Beşinci tələbimiz, uşaqların fiziki və psixoloji zorakılığın bütün formalarından qorunmasının təmini. Yəni, təlimi təşkil edərkən biz uşaqları fizioloji və psixoloji bütün zorakılıq növlərinin hər birindən qorumalıyıq. Bu bizim həm də vəzifəmizdir. Daha sonra, 6-cı tələbimiz, ailələrin təlim fəaliyyətinə bilavasitə cəlb olunması məktəbə qədər təhsildə önəmli yer tutur və ona görə də təlimin təşkilinə verilən tələblər arasında bir maddə kimi yer alıb. İndi gəlin bir başlayaq, hər bir tələbi açar sözlərlə tez yönümlü izah eləyək. Baxaq ki, bu bizim qarşımıza necə çıxacaq. Uşaq ləyaqətinə hörmət deyəndə nə nəzərdə tuturuq? Birinci növbədə müəllimlər, yadda saxlayırsınız, bu uşaqların bilavasitə hüquqları ilə bağlıdır. Onun şəxsiyyəti ilə, hissləri ilə bağlıdır. Necə? Biz uşaq ləyaqətinə əgər hörmət edən bir təlim qururuqsa, bu tələbə yerinə yetiririksə, deməli uşağın şəxsiyyətinə, hisslərinə və seçimlərinə hörmətlə yanaşırıq. Bu da nə deməkdir? Müəllim uşağı utandırmamalıdır. Başqaları ilə müqayisə etməməlidir. Baxın, məktəbə qədər təhsildə rəqabət, bir yerə qeyd edeyim bunu, yol verilməzdir. Müqayisə yol verilməzdir. Başqa qrup yoldaşı ilə uşağın müqayisəsi, hər hansısa bir sağlam rəqabətə yönləndirilməsi müəllim tərəfindən konkret olaraq yol verilməzdir. Və əgər bu varsa, bir müəllim bir uşağı başqa bir uşaqla müqayisə edirsə ki, o səndən daha bacarıqlıdır, bu müqayisədir və bu, uşaq ləyaqətinə hörmət prinsipinin pozulmasıdır təlimin təşkilinə verilən tələblərdə. Və yaxud, uşaq bir tapşırığı səhv eləyir, tərbiyəçi deyir ki, bu belə olmamalıydı da. Məsələn, buna belə bir fikir verməlidir ki, gəl başqa cür sınayaq, əminəm ki, birlikdə işləsək alınacaq. Bax, konstruktiv rəy verməlidir. Konstruktiv rəy uşaq ləyaqətinə hörmətlə yanaşmaq prinsipi tələbini qoruyan bir məsələdir. Əgər biz uşağa konstruktiv rəy veririksə, deməli uşaq ləyaqətinə hörmətlə yanaşırıq. Amma qayıdıb uşağı deyiriksə ki, o səndən yaxşı eləyir, sən səhv etdin, bu belə olmamalıydı, onu utandırırıqsa, deməli hansı tələbi pozmuş oluruq? Uşaq ləyaqətinə hörmət. İkincisi, təlimin uşaqların yaş və fərdi xüsusiyyətlərinə uyğun forma və metodlar əsasında təşkili. Müəllimlər, yadda saxlayırsınız ki, hər yaş dövrünün özünün inkişaf dinamikası var. Hər yaş dövrünün özünün inkişaf səviyyəsi var. Həm fizioloji, həm psixoloji, həm idraki. Və təlim də həmin uşağın
olduğu yaşın, hansı yaşdadırsa uşaq, hansı yaş qrupundadırsa, o səviyyədə diqqət, yaddaş və motor bacarıqlarına uyğun olmalıdır. Birinci körpələr qrupundakı uşağın diqqəti ilə məktəbə hazırlıq qrupundakı uşağın diqqəti arasında gör nə qədər fərq var. Məktəbə hazırlıq qrupuna gəlmiş uşaq hardasa 15-20 dəqiqəyə yaxın diqqətini müəyyən bir şey üzərində, bir layihə üzərində, bir təlim üzərində saxlaya bilir. Amma birinci körpələr qrupunda bu 1-2 dəqiqədir, 3 dəqiqədir. Baxın, diqqət fərqi var arada. Deməli, əgər uşağın diqqəti daha qısadırsa, deməli, mən də məşğələni onların qısa diqqətinə hesablayıb qurmalıyam. Bilirəm ki, körpələr qrupunun müəlliməsiyəm, ikinci körpələr qrupundayam ola bilər, birinci körpələr qrupundayam. Deməli, onların o diqqət, yaddaş və motor bacarıqlarına uyğun qurmalıyam. Sensomotor dövrdür hələ ki, 3 yaşa qədər. Biz baxırıq, həmin dönəmdəki uşağın kiçik motorikası ilə məktəbə hazırlıq qrupundakı uşağın kiçik motorikası eyni ola bilər, ola bilməz. Deməli, baxın, nümunə ilə 3 yaşlı uşağa 15 dəqiqəlik masaüstü tapşırıq vermək bu düzgün deyil. Və əgər situasiyamızda belə bir məsələ varsa, deməli, təlim uşaqların yaş və fərdi xüsusiyyətlərinə uyğun forma və metodlar əsasında təşkil olunmayıb. Deməli, təlimin təşkilinə verilən bu tələbimiz pozulub. Və bilirsiniz ki, 3 yaşa qədər də əşyavi manipulyativ fəaliyyətləri keçəndə baxacağıq. Əşyavi manipulyativ fəaliyyət önəmlidir də. Oyun fəaliyyəti daha sonra 3 yaşdan sonra başlayır daha geniş. Əşyavi manipulyativ fəaliyyətsə deməli əşyalarla bir fəaliyyət qururuq. Daha sonra, üçüncüsü, təlim prosesində fəaliyyətin böyüklər və uşaqlar arasında əməkdaşlıq əsasında qurulması. Bu nə deməkdir? Birinci növbədə təlim müəllim mərkəzli olmamalıdır. Təlim uşaq mərkəzli olmalıdır və uşaq aktiv şəkildə prosesə, yəni təlim prosesinə qoşulmalıdır. Deyək ki, tərbiyəçi güşələri yaradanda uşaqları cəlb eləyirsə ki, gəlin təbiət güşəmizi baxaq necə quraq, sizcə necə bir təbiət güşəsi quraq? Bax, bu sualı verirsə, uşaqları nəyə cəlb edir? Əməkdaşlığa cəlb edir və müəllimlə birlikdə qərar verib hərəkət edirlər. Sonra, dördüncüsü, uşaqların təşəbbüskarlıq və müstəqilliyinin dəstəklənməsi. Deməli, təşəbbüskarlıq və müstəqilliyinin dəstəklənməsi tələbinin əsasında ən çox qarşımıza çıxan söz seçim edə bilmək olacaq. Uşaqlara seçim etmək imkanının verilməsidir. Əgər bir situasiyada biz uşağa seçim etmək imkanı veririksə, fikir bildirmək imkanı veririksə, uşaq özü öz fəaliyyətinə qismən də olsa, bax tam olmur bu heç zaman, amma qismən də olsa rəhbərlik edirsə özü öz fəaliyyətinə, bu olur uşaqların təşəbbüskarlıq və müstəqilliyinin dəstəklənməsi. Məsələn, müəllim uşağa seçim imkanı verir ki, rəsm çəkmək üçün hansı rəngləri seçmək istəyirsən? Nə etdi? Seçim imkanı verdi. Öz fikrini azad şəkildə bildirmək imkanı verdi. Və bu da birbaşa olaraq, baxın, qərar vermə kompetensiyası, qərar vermə bacarığının formalaşmasına xidmət edir. Uşaqların təşəbbüskarlıq və müstəqilliyinin dəstəklənməsi. Daha sonra dedik ki, 5-ci tələbimiz təlimin təşkilinə verilən uşaqların fiziki və psixoloji zorakılığın bütün formalarından qorunması idi. Bu nə deməkdir? Uşağa qışqırmaq, onu cəzalandırmaq, küncdə saxlamaq, alçaltmaq müəyyən psixoloji məsələn fikirlərlə də, alçaldıcı sözlərlə. Bunlar hamısı psixoloji bir zorakılıqdır və qətiyyən yol verilməzdir. Fiziki cəza ümumiyyətlə yol verilməzdi. Yəni ki, onu belə də fiziki cəza qəti surətdə yol verilməzdi. Bunu demədim. Demirəm də, yəni onsuz da bunu onsuz da bilirsiniz. Amma uşağa məsələn, baxın, psixoloji zorakılıq. Sakit olmasan səni oyundan çıxaracam. Bu nədir? Hədə. Hədələməkdir. Baxın, uşağı bir növ hədəli. Sən sakit durmasan səni oyundan çıxaracam. Bu psixoloji zorakılıq sayılır müəllimlər. Hədələmək də psixoloji zorakılıq sayılır. Daha sonra ailələrin təlim fəaliyyətinə bilavasitə cəlb olunması. Ailələrlə işin təşkilində bunun bütün detallarına baxacağıq o mövzuda. Sadəcə bir tələb olaraq təlimin təşkilinə verilən, bunu bilməyiniz bugünkü dərs üçün kifayət eləyir ki,
Biz yadda saxlamalıyıq ki, valideynlərlə əməkdaşlıq uşağın inkişafını əlbəttə ki, gücləndirir. Yəni ailə ilə oxu saatı təşkil etmək, evdə hazırlamaq üçün müəyyən kiçik layihələr vermək, valideynlərlə birlikdə nə bilim yaradıcı günlər və yaxud ekskursiyalar, məşğələdən kənar fəaliyyətlər təşkil etmək. Bunlar hamısı ailələrin təlim fəaliyyətinə bilavasitə cəlb olunmasıdır. İndi də müəllimlər tələblərə baxdıq, təlimin təşkili zamanı istifadə etdiyimiz tələblər hansılar idi, hər birinə baxdıq altısına da. İndi də gəlin baxaq. Bəs təlim strategiyalarında təlimin təşkili prinsipləri hansılarıdır? Eyni ilə tələblər kimi təlimin təşkili prinsipləri də 6 dənədir. Birincisi gəlir şəxsiyyət yönümlülük prinsipi. İkincisi gəlir diferensiallaşdırma və fərdiləşdirmə prinsipi. Üçüncüsü idrak fəallığı prinsipi. Dördüncüsü əyanilik prinsipi. Beşincisi əməkdaşlıq prinsipi və altıncısı nəticə yönümlülük prinsipi. Bunlar müəyyən qədər didaktik prinsiplərə də bənzəyir. Bəzi ortaq xüsusiyyətləri də var. Ona görə yadda saxlamaq bu mövzunu asan da olacaq. Situasiyalarla da baxacağıq, açar sözlərini qeyd eləyəcək, rahat olacaq müəllimlər. Hansılar oldu? 6 prinsipimiz var təlimin təşkili zamanı. Şəxsiyyət yönümlülük, diferensiallaşdırma və fərdiləşdirmə, idrak fəallığı, əyanilik, əməkdaşlıq və nəticə yönümlülük. Gəlin bir-bir başlayaq. Birinci növbədə elə bizim şəxsiyyət yönümlülük prinsipindən. Təlimin təşkili prinsipində şəxsiyyət yönümlülük nə deməkdir? Bu uşağa bir növ bütöv bir şəxsiyyət kimi yanaşmağı tələb eləyir. Yəni, həyatda lazım olan zəruri dəyərlərin formalaşdırılması bir vəzifə kimi qarşımıza qoyulur. Yəni, eyni ilə didaktik prinsip şəxsiyyət yönümlülükdə olduğu kimi. Və bu mərhələ də əlbəttə ki, başlayır məktəbə qədər təhsil mərhələsindən və bütün məktəbə qədər təhsilin məzmununda, həyata keçirilməsində nəzərə alınmalı ən vacib prinsiplərimizdən biridir. Deməli, təlim yalnız bilik yox, dəyərlər, münasibətlər və sosial bacarıqların inkişafı deməkdir. Məsələn, uşağa paylaşmağı, növbə gözləməyi, öz hisslərini ifadə etməyi, qarşılıqlı və hörmət məsuliyyət hissini öyrətməyi. Bax, bunları nəzərdə tuturuq. İçərisinə əlbəttə ki, daxil olacaq nələr? Uşağın fiziki inkişafı və sağlamlığı, yeməyi, yatmaq, rutini, o təmiz havadan, günəşdən yararlanması, öyrəndiklərini mexaniki deyil, daha şuurlu mənimsəməsini. Baxın, yəni uşaq, belə deyim də, sübutsuz, faktsız danışmaq əvəzinə, məsələn, burada bir məntiqi idrak var, bir düşünmə prosesləri var, hər tərəfli inkişafı var və əsas açar sözləri də bunlardır şəxsiyyət yönümlülük prinsipi. Birinci növbədə yadda saxlayırsınız, bura baxın, zəruri həyati bacarıqların uşaqda formalaşdırılması və dəyərlərin formalaşdırılması. Bax, bu dəyişməz qalır. Zəruri həyati bacarıqlar da nədir? İdrakdır, ünsiyyətdir, psixomotor bacarıqların formalaşdırılmasıdır da. Yəni, bu üç istiqamət üzrə. Zəruri həyati bacarıqlar, idrak, ünsiyyət və psixomotor bacarıqların formalaşdırılması. İdrak deyəndə əlbəttə ki, qarşımıza çıxacaq nə? Onun açar sözləri. Qavrama, anlama, yadda saxlamaq, xatırlamaq, ümumiləşdirmək, müqayisə etmək, qruplaşdırmaq, oxşar fərqli xüsusiyyətləri tapmaq, nəticə çıxarmaq, şərh etmək, nə bilim, ədədləri ifadə etmək, öz sözlərinlə danışıb şərh etmək, hesablamalar aparmaq. Bəs ünsiyyətin açar sözləri hansılardır şəxsiyyət yönümlülük prinsipində? Özünü ifadə etmək bacarığı. Birinci növbədə. Uşağın dialoji nitqi, monoloji nitqi, ümumiyyətlə nitqi, ünsiyyəti, fikir söyləyə bilməsi, auditoriya qarşısında öz fikrini ötürə bilməsi, təqdimat edə bilməsi, təqdimat bacarığı, təqdimat edə bilməsi, təqdimat bacarığına yiyələnməsi, bir sözlə öz fikirlərini ifadə edə bilməsi. Daha sonra psixomotor bacarıqlar. Bax, bunun içərisinə dedik ki, həm kiçik, həm də böyük motor bacarıqların inkişafı daxildir. Gimnastik fiziki hərəkətlər, rəsm çəkmək, idman etmək, gün rejiminin düzgün təşkili, düzgün qidalanması, kinestetik öyrənmə, yəni bədənlə öyrənmə, hər hansısa bir alətdə ifa, hərəkətli oyunlar, qaçmaq kimi, tullanmaq kimi. Bax, bu kimi məsələlər daxil olacaq. Dəyərlər hissəmizdə də ki, müəllimlər, iki hissəyə ayırırıq da biz dəyərləri.
milli bəşəri dəyərlərin, adət-ənənələri öyrənməsi uşaq və əlbəttə ki, dünyəvi dəyərlərə yiyələnməsi. Yəni milli bir var bizim milli özümüzün dəyərləri, bir də var ki, bəşəri dəyərlər. Milli və bəşəri dəyərlərin adət-ənənələri bilməsi. Yəni uşaqda ilkin dəyərlərin formalaşması daxildir. Bəs diferensiallaşma və fərdiləşmə prinsipi nədir təlimin təşkilində? Baxın, biz bilirik ki, bizim dərs dediyimiz işləyən müəllimlər bunu çox daha yaxşı bilir. Bilirlər ki, bizim qrupumuzdakı uşaqlar müəyyən xüsusiyyətlərə malikdirlər. Fərqli xüsusiyyətlərə malikdirlər. Hər bir uşağın öyrənmə tərzi də fərqlidir. Fiziki inkişafı da fərqlidir, idraki inkişafı da fərqlidir, psixoloji inkişafı da fərqlidir. Yəni, hər qrupdakı, məsələn, o 20 nəfərlik qrupdakı hər bir uşaq müəyyən fərdi xüsusiyyətlərə malik olur. Bəziləri görüb eşitdiklərini çox tez qavrayırlar. Bəziləri tez unudurlar. Bəzisi gec qavrayır. Amma gec qavradığı şeyi çox uzun müddət öz hafizəsində saxlaya bilir də. Baxın, birinin görmə yaddaşı, eşitmə yaddaşı güclü olur. Bir digərinin isə, məsələn, hərəkət yaddaşı güclü olur, bədən zəkası daha güclü olur. Biri sürətli fikirləşir, biri yavaş fikirləşir, biri şeiri çox gözəl intonasiyanla deyir. Bir digəri isə öz fikirlərini auditoriya qarşısında çıxış etməyə çətinlik çəkir, introvert şəxsiyyət tipinə malikdir. Yəni, hər bir uşağın özünün qüvvətli və zəif cəhətləri var. Və müəllim də əgər ki, diferensiallaşma və fərdiləşmə prinsipinə riayət etmək istəyirsə təlimin təşkilində, öz uşaqlarının, dərs dediyi uşaqların həm qüvvətli, həm zəif, həm də orta səviyyəli uşaqların, yəni bunların belə deyim də, potensial səviyyələrini bilməlidir. Bilməlidir ki, hansı uşağın nədə zəifdir, hansı nədə qüvvətlidir, hansı nədə orta səviyyəlidir. Və dünya təcrübəsi də göstərir ki, əgər tərbiyəçi öz uşaqlarını yaxşı tanıyırsa, deməli, onlara uyğun da təlimin təşkilini aparacaq, düzgün aparacaq. Yəni, diferensiasiya sözü ümumiyyətlə müəllimlər, baxın, belə yadda saxlayın bu sözü. Diferensiasiya sözü ingilis dilindən gəlir, different sözündən, different. Different demək, Azərbaycan dilinə tərcümədə müxtəlif deməkdir. Dedik ki, uşaqlarımız müxtəlifdirlər. Bundan razılaşdıq. Yəni, eyni yaşda olan uşaqların bacarıqları fərqli ola bilər və tapşırıqlarımız da onlara uyğunlaşdırılmalıdır. Bir uşaq 2 hissəli tapmacanı çox rahat həll edir, bir digəri isə, məsələn, tutalım ki, onu çətin həll edir də. Bunu biz normal qəbul etməliyik. Və əgər bunu bildiksə, nə edirik birinci növbədə? Həmin uşaqların qavramasına və səviyyəsinə, potensialına, zəif və qüvvətli cəhətlərinə uyğun olaraq iş formaları və metodları seçirik. Baxın, uşaqlarımız, mikrofonu bağlayayım müəllimə. Baxırıq ki, bizim uşaqlarımız necədir? Hansı potensiala malikdir? Yəni, qavrama baxımından daha çox burada idrak öndədir. Ona görə də onlara nə tətbiq edirik? Baxın, açar sözləri. Fərdi yanaşma, uşaqlar üçün bərabər imkanları yaratmaq, müxtəlif, məsələn, uşaqlar üçün fərqli yanaşaraq hər birinə bir təlim şəraiti yaratmaq, uşaqların marağını, hazırlıq səviyyəsini, öyrənmə tərzlərini nəzərə alırıq diferensiallaşdırma və fərdiləşdirmədə. Və buna görə də gedib nə edirik? Müxtəlif iş üsulları və iş formaları seçirik. Deməli, uşaqların öyrənmə tələbatını nəzərə alırıq. Baxın, öyrənmə tələbatının nəzərə alınması. Bu da bir əsas açar sözlərindəndir diferensiallaşdırma və fərdiləşdirmənin. Və dəyişkən qruplar yaradırıq. Yəni, dəyişkən qruplar o deməkdir ki, biz uşaqların fərqliliyindən qorxmuruq, əksinə onların fərqliliyini bir öyrənmənin rəngarəngliyi kimi qəbul edirik. Və hər biri üçün əlçatan təhsil yaradırıq. Bəs bu diferensiallaşma və fərdiləşmə arasındakı incə fərq nədir desək? Baxın, diferensiallaşmada müəllimlər yadda saxlayın ki, uşaqların bilik səviyyəsi, öyrənmə tərzi
maraq və ehtiyaclarına görə müxtəlif tədris metodları və materiallarının tətbiqini həyata keçirdirik. Məsələn, eyni mövzuya dair müxtəlif çətinlikdə, məsələn, burada tapşırıqların verilməsi. Fərdiləşmədə isə hər bir uşağın özünün öyrənmə tempi, öyrənmə istiqaməti, məqsədi və resurslara çıxışı nəzərə alınaraq, uşağın özünün şəxsi təhsil trayektoriyası ilə öyrənməsini təşkil etməkdir. Məsələn, baxın, özünün öyrənmə tempi, özünün öyrənmə istiqaməti və məqsədi. Yəni, burada uşaq fərdiləşmədə özü seçir ki, məsələn, mən necə öyrənirəm? Video ilə daha yaxşı öyrənirəm, oxuyaraq, yoxsa praktik məşğələ ilə? Bax, budur. Və fərq ondadır ki, diferensiallaşma müəllim tərəfindən təşkil olunur. Baxın, nə dedik? Uşaqların bilik səviyyəsi, öyrənmə tərzi, maraq ehtiyaclarına görə müxtəlif tədris metodları və materiallarının tətbiqidir. Bu deməli kimə aid olacaq? Bunu kim tətbiq edir? Müəllim. Yəni diferensiallaşmanı müəllim təşkil edir. Fərdiləşmə isə daha çox uşağın özünün təşəbbüsü və seçiminə əsaslanır. Baxın, burada artıq uşağın özünün seçimləri, uşağın özünün tempi və istiqaməti nəzərə alınır. Və bu diferensiallaşma və fərdiləşmə dediyimiz məsələ uşaq yönümlü təhsilin əsas hissəsidir. Bax, deyirik uşaq yönümlü təhsil, uşaqların maraq və ehtiyaclarının, uşaqların təhsil tələbatının potensialının nəzərə alınmasıdır, meylinin, marağının nəzərə alınmasıdır deyirik, düzdür? Bax, bu bayaqdan sadaladıqlarım bu ikisi, bu diferensiallaşma və fərdiləşmə uşaq yönümlü təhsilin əsas hissəsidir. Və ortaq cəhəti də bundan ibarətdir ki, uşaqları məqsədə çatdırmaq. Bəzən müəllimlər diferensiallaşdırma və fərdiləşdirməni scaffolding anlayışı ilə qarışdırırlar. Bu Vygotsky'dən gəlir, scaffolding anlayışı. Uşağa müəyyən çətin bir şeyi öyrədənə qədər müəllimin ona verdiyi dəstəyi ehtiva eləyir. Psixoloji yanaşmaları keçəndə baxacağıq. Amma bu daha geniş anlayışdır, scaffolding, hər zaman yadda saxlayın. Bu diferensiallaşma, fərdiləşmə onun içərisində yer alan bir proses kimi götürürük. İndi baxaq idrak fəallığına, növbəti təlimin təşkili prinsipinə. Baxın, bilirik ki, məktəbə qədər təhsildə istifadə olunan bütün öyrədici materiallar kognitiv xarakter daşıyır və fəal təlim şəraitində reallaşmasına imkan yaradır bunun. Bu nə deməkdir, müəllimlər? Kognitiv xarakter daşıması, kognitiv ümumiyyətlə idraki deməkdir. Kognitiv inkişaf elə idraki inkişaf deməkdir. Bir termin olaraq biz buna kognitiv də deyirik. Eyni şeydir. Biz deyirik ki, müasir məktəbə qədər təhsildə təlim və tədris necə olmalıdır? Fəal olmalıdır. Uşaq fəal öyrənən olmalıdır. Bəzən müəllimlər nəyə qarışdırırlar? Kurikulumda fəal olmalıdır deyəndə uşaq, gözlərinin qabağına belə bir şey gəlir ki, ənənəvi təhsildə uşaqları güya partada əyləşib uzun müddət oturub müəllimi diqqətlə dinləməyə məcbur edirdilər. Yəni, uşaq belə pasiv şəkildə oturur da, yəni fiziki olaraq qeyri-fəal olmasını başa düşürlər. Burada söhbət müəllimlər, kurikulum o demək deyil, biz uşağa əlbəttə ki, sərbəstlik veririk. Xüsusən də məktəbə qədər yaşda uşaqlar bir yerdə dayanmır, onların yaş xüsusiyyəti budur, bunlar aydın məsələlərdir. Uşaq durub gəzəcək də, oynayacaq da, öz enerjisini boşaltmalıdır da və s. Hətta zehni ağır gedən məşğələlərdə bizim idman dəqiqəmiz var. 1-2 dəqiqə məşğələdə uşaqları istirahət etmək üçün 1-2 dəqiqə idman mütləq verilir ki, əgər ağır zehni fəaliyyətlə məşğul olurlarsa. Bu bir vacib detaldır. İndi burada biz nəyi nəzərdə tuturuq? Fəal öyrənəndir deyəndə uşaq, yəni durub otaqda gəzən uşağı nəzərdə tutmuruq biz uşağa fəal öyrənəndir deyəndə. Fəal öyrənəndir deyəndə uşaq ənənəvi təhsildə pasiv idi, amma müasir təhsildə uşaq fəal öyrənəndir deyəndə burada uşağın idrak fəallığını nəzərdə tuturuq. Yəni uşaq beyin cəhətdən fəaldır, başı işləyir uşağın. Başa düşürsünüz? Yəni bu mənada. Və idrak fəallığı da öyrənmənin əsas hərəkət verici qüvvəsi hesab olunur. Deməli,
Fəal təlim şəraiti deyəndə ağlımıza bərabərdir. Fəal təlim şəraiti bərabərdir, idrak fəallığı gəlir. Yaxşı? Fəal təlim şəraiti uşağın idraki cəhətdən fəal olduğu yerdir. Durub o qrupun ortasında qaçdığı belə bir deyil bu. Və nələri nəzərdə tutur? Öyrənmə marağı, biliyə yiyələnmə, biliyi dərk edib ona öz münasibətini bildirmə, biliyi ümumiləşdirmə, müqayisə etmək, daim axtarışda olmaq, tədqiqat aparmaq, elementar tədqiqatçılıqdır. Yəni, onu yazım bura, onu yazmamışam. Elementar. Bu bir fəaliyyətdir həm də. Fəaliyyətləri keçəndə baxacağıq. Tədqiqatçılıq. Elementar tədqiqatçılıq. Müstəqil öyrənməyə meyil. Müxtəlif idraki və əqli tərbiyə prosesləri bura daxildir. Yəni, uşaqlar sadəcə oturub pasiv şəkildə dinləməməlidir. Təlim uşaq mərkəzli olmalıdır, müəllim mərkəzli olmamalıdır. Uşaq idrak fəallığında olanda analiz eləyir, sual verir, araşdırır, səbəb-nəticə axtarır. Aktiv iştirak təkcə fiziki olmur, idraki olur müəllimlər. Bax, bunu burada qavrayırıq. Məsələn, deyək ki, bir nümunə deyim də sizə. Elə burada qeyd eləmişəm. Bu toxumu torpağa qoyanda niyə böyüyür bu torpağın içində bu toxum? Nə baş verir ki, orada o toxumun içindən pöhrə çıxır, böyüyür? Bax, bu artıq uşağın beynini işə salır bu sual. İdrak fəallığını artırır. Açar sözlərimiz tədqiqat, eksperiment, elementar tədqiqatçılıq, sadə tədqiqatlar, araşdırma, suallara cavab tapmaq, səhvini düzəltmək, problemlə üzləşib ondan çıxış yolu axtarmaq. Bax, problem həll etmə bacarığı səriştəsi idrakdır. İdrakla bağlı olan bir şeydir. Daha sonra, əyanilik prinsipi. Dördüncü prinsipimizi diqqətlə dinləyirik müəllimlər. Məktəbə qədər təhsilin, hətta keyfiyyətli kurikulumun əsas xüsusiyyətlərindən biri də əyanilik idi. Birinci dərsimizdə sizə bunu demişdim. Yadda saxlayırsınız. Əyanilik deyilən təlimin təşkili prinsipi heç bir təhsil pilləsində məktəbə qədər təhsildə olduğu qədər ön sırada deyil. Niyə? Çünki bu prinsip məktəbə qədər təhsildə ona görə önəmlidir ki, uşaqların, məktəbə qədər yaş təhsil dövründə təhsil alan uşaqların mücərrəd təfəkkürü hələ formalaşmayıb. Abstrakt təfəkkürü hələ formalaşmayıb. Piagetdə də bunu biz keçəcəyik sizlə o əməliyyatlar mərhələsində. Burada baxacağıq ki, əyanilik prinsipi niyə görə önəmlidir? Sırf məktəbə qədər təhsildə dedik ki, uşaqlarda mücərrəd təfəkkür hələ formalaşmadığına görə. Hələ başlayacaq 4-5 yaşdan yavaş-yavaş formalaşmağa, hələ ilkin təməli qoyulmağa. Burada mütləq surətdə, ona görə də keyfiyyətli məktəbə qədər təhsilin əsas xüsusiyyətlərindən biri də əyanilikdir. Təlimin təşkili prinsiplərindən biri də əyanilikdir. Çünki əyanilik uşaqların, yəni məktəbə qədər yaşlı uşaqların öyrənməyə olan marağını stimullaşdırır. Öyrəndiklərinin daha keyfiyyətli mənimsəməsinə şərait yaradır. Deməli, universitet tələbəsi əlbəttə ki, təlimi mücərrəd sözlər üzərindən anlayacaq. 10-cu, 11-ci sinif şagirdi də əla anlayacaq. Amma uşaq mücərrəd sözlər vasitəsilə anlamır. Ona uşaq tərəfindən bilavasitədir bu qavranılan konkret əşyalar və hadisələr üzərindən biz nələrsə anlatmalıyıq. Ona görə də siz açsaz bu dəqiqə alt standartları 3 dairəsində sayma ilə bağlı orta qrupda alt standart var. Məsələn, o sadə riyazi əməliyyatlarda. Deyir ki, əşyalarla 3 dairəsində sayma əməliyyatı yerinə yetirir. Əşyalarla 3 dairəsində hesablamalar aparır. Niyə elə deyir? Niyə düşündə elə 3 dairəsində mücərrəd hesablamalar aparır? Niyə əşyalarla sözü orada var? Çünki uşaqlarda mücərrəd təfəkkür bu dövrdə formalaşmayıb. Əyanilik prinsipinin tətbiqi vacibdir və bu da bizdən tələb edir ki, Məndə səs qırıq-qırıq gəlir. Bir də ki, ekran görsənmir. Bayaqdan görsənirdi, indi çıxın itdi. tezdən girin müəllimə. Çıxın Aha. tezdən girin. Deməli belə,
Əyanilik prinsipində nə dedik? Əyanilik uşağa imkan verir ki, biz konkret əşyalar üzərindən ona anladaq və bu yaşdakı uşağın qavrama səviyyəsi əyanilik üzərindəndir. Görüb toxunması vacibdir öyrənmənin baş verməsi üçün və əyanilik məktəbə qədər yaşlı uşağa biliyin asan, tez və möhkəm mənimsənilməsinə şərait yaradır. Deməli, tətbiqi biliklərin hafizə üzərində uzun müddət qalmasına imkan verir bu prinsip. Deməli, əyani vasitələrlə istifadə olunan, hazırlanan məşğələlər uşaqları fəallaşdırır və bu zaman təlim daha uşaq yönümlü olur. Yaxşı? Və əyani öyrənmə zamanı müəllimlər yadda saxlayın ki, biliklərin konkret, vizual, hiss edilə bilən, daktil, bir də daktil belə də, daktil o deməkdir ki, toxuna bilən, bunu da qeyd edeyim bura. Toxunub bilirik ya, sensor təcrübə ilə toxunub bilmək. Bax, yəni bu dövrdə uşaq yalnız eşitmir, həm görür, toxunur, hərəkətlərlə dünyanı izah etməyə çalışır və abstrakt düşüncəyə keçid üçün əsasdır əyanilik. Baxın, abstrakt düşüncəyə keçid üçün, mücərrəd təfəkkürə keçid üçün əsasdır. Yəni alma haqqında danışarkən onu göstərməliyik, kəsməklə izah etməliyik. Rəqəmləri öyrənərkən əşyalardan, oyuncaqlardan istifadə edirik. Hətta bu alt standartlarda da var. Və əsas məqsədi də odur ki, müəllimlər əyanilik prinsipinin uşağın idrakını aktivləşdirmək, yaddaşını gücləndirmək və ən əsası da anlama prosesini asanlaşdırmaq. Anlama prosesini asanlaşdırmaq. Və əyaniliyin müəyyən bir formaları da var. Testdə qabağınıza çıxa bilər. Biz əyaniliyi, bax bu 4-5 dənə əsas qayda üzərində qura bilərik. 5 əsas qayda üzərində. Təbiilik əsasında əyanilik qura bilərik. Yəni əşyaları, hadisələri uşağa birbaşa proseslər vasitəsilə təcrübə yolu ilə göstərə bilərik. Məsələn, toxumun necə cücərdiyini birbaşa uşaq müşahidə edirsə, bu əyanilikdir. Yağışın necə yağdığını buluddan birbaşa olaraq ekskursiyada müşahidə edirsə və yaxud məşğələdən kənar fəaliyyətdə və yaxud ətraf aləmlə tanışlıq məşğələsini təşkil ediriksə, birbaşa olaraq müşahidə edirsə, bu oldu nə? Təbiilik, yəni təbii şəraitdə müşahidə edir. Model və maketlər əsasında da ola bilər. Model və maketlər, yəni reallığı kiçildilmiş və sadələşdirilmiş formada bu təqdim edir. Baxın, o Günəş sisteminin, planetlərin yerləşdiyi maketlər var. Günəş mərkəzdə, planetlər onun ətrafında dönür və biz uşağa göstəririk ki, bu bizim Günəş sistemimizdir. Bu onun bir modelidir də, maket. Qlobus, bax, adi bir qlobus, yer kürəsi, yer kürəsinin bir modelidir də, maketidir. Bax, budur. Üçüncüsü qrafik əyanilik. Şəkillərdir, cədvəllərdir, plakatlardır, məlumatı vizual şəkildə elə bir xəritə şəklində ötürürük də, sxemlə, plakatla, cədvəllə, xəritə ilə, şəkillə. Bax, bu olur qrafik əyanilik. Dördüncüsü dinamik əyanilikdir. Burada artıq belə, baxın, interaktiv təqdimatlar, slayd, hərəkət edən videolar, animasiyalar. Yəni, burada hərəkət varsa proses və hadisələrdə, bu cür, məsələn, bir animasiya filmi ilə nəyisə izah edirik, bu dinamik əyanilikdir. Praktiki əyanilik daha çox sensor təcrübəyə əsaslanır. Uşağın əllə toxunaraq, oynayaraq, nəyisə hazırlayaraq, yəni, baxın, o qumla, gillə, daşla birbaşa təmas edərək hazırlayırsa, nəyisə edirsə, birbaşa praktiki şəkildə tətbiq edirsə, özü toxunaraq, bu da olur praktiki əyanilik. Deməli, dedik ki, əyanilik prinsipi nə etdi? Uşaqda maraq oyatdı, təfəkkürü, yaddaşı, müşahidə bacarığını inkişaf etdirdi və hər bir fəaliyyət üçün bizim özümüzün bir əyanilik prinsipimiz tətbiq olunmalıdır ki, orada. Bu dəfə nəyi əyani şəkildə uşaqlara göstərəcəm? Yəni, məktəbə qədər təhsildə əyanilik çox vacibdir. 5-ci prinsipimizə gələk müəllimlər təlimin təşkilində, bu əməkdaşlıqdır. Bu çox asandır. Yadda saxlayın ki, təlimin təşkilinə verilən prinsiplərdə, bu bayaq dediyimiz o ailələrlə işin təşkili var idi ya, oradakı məsələnin eynisidir. Tərbiyəçi müəllim, uşaq valideyn. Yəni, bax, bunu bir üçbucaq kimi belə düşünün. Təlim prosesinin iştirakçılarıdır da. Üçbucağın bir tərəfində uşaq dayanır, bir tərəfində valideyn, bir tərəfində də pedaqoji kollektivdə müəllim dayanır, deyək ki.
Bunların hər birinin əsas xüsusiyyəti nədir? Uşağı inkişaf etdirmək, uşaq üçün təlimi asanlaşdırmaq və valideynləri də bu prosesin içərisinə qatmaq. Əsas xüsusiyyətləri, ortaq məqsədi odur ki, müəllim, valideyn və uşaq eyni məqsədə, yəni uşağın inkişafı, təliminə yönəlirlər. Arada mütləq şəkildə qarşılıqlı etibar və hörmət olur. Əməkdaşlıqda mütləq şəkildə tərəflər bir-birinin fikrinə hörmətlə yanaşmalıdır, dinləməlidir, dəyərləndirməlidir. Açıq ünsiyyət və məlumat mübadiləsi olmalıdır. Baxın, uşağın qiymətləndirilməsi deyək də, nailiyyətləri, davranışı, inkişaf səviyyəsi, inkişaf dinamikası, həmçinin ehtiyacları barədə mütəmadi olaraq valideynləri məlumatlandırmaqdır. Təlim prosesində məsuliyyətin bölüşdürülməsidir. Yəni, əgər bağçada müəllim məşğələnin içərisində prosesi təşkil edirsə, valideyn də evdə bu öyrənmə prosesinə fəal şəkildə dəstək olur. Valideynlərlə davamlı əlaqənin aparılmasıdır. Görüşlərlə, telefon danışıqları ilə və yaxud elektron ünsiyyət vasitələri ilə. Uyğunlaşma və güzəştdəki, əgər valideynlə aramızda bir fikir ayrılığı yarandıqda mütləq şəkildə qarşılıqlı anlayış və əməkdaşlıq arasında bir həll yolu tapılmalıdır. Ən sonuncu prinsipimizdə müəllimlər, bununla da bugünkü izahımızı yekunlaşdıracağam. Bu prinsipimiz də çox vacibdir. Qeydlərinizi aparın. Elə eyni ilə demək olar ki, didaktik prinsiplərdəki nəticə yönümlülüyə bənzəyir. Bu təlimin təşkili nəticə yönümlülük prinsipi də. Eyni ilə onun elə bir formasıdır. Burada nəyi yadda saxlamağımız lazımdır? Müəllim burada təlimin məzmununu əlbəttə ki, əvvəlcədən müəyyən olunmuş təlim nəticələri əsasında qurur və bu prinsipə görə təlim və tərbiyə prosesinin məqsədi müəllimlər konkret və ölçülə bilən nəticələrlə əks olunmalıdır. Ölçülə bilən nəticələrimiz olmalıdır. Və nəticə yönümlülük hansı xüsusiyyətləri var desək, necə xarakterizə edirik? Deyirik ki, təlim prosesinin, fəaliyyətlərin, oyunların, planların əvvəlcədən hazırlanması. Bir də burada gözlənilən nəticə, müəllimin gözləntisi məsələsi var. Baxın, təlim məqsədlərinin və gözlənilən nəticələrin də öncədən müəyyənləşdirilməsi bura daxildir. Tədris ilinin, mövzunun və yaxud elə məşğələnin sonunda bax, uşaqda hansı bacarıqlar formalaşacaq, hansı biliklər formalaşacaq, hansı səriştələr formalaşacaq. Bax, bunları qabaqcadan müəyyən ediriksə, elə tədris ilinin əvvəlindən o perspektiv planda, mövzunu qoyanda, nə bilim, məşğələni planlaşdıranda, bu elə nəticə yönümlülük prinsipinə əməl etmək deməkdir. İllik, aylıq, həftəlik planlaşdırma təlim nəticələrinə əsasən qurulur və biz burada əlçatan, ölçülə bilən nəticələrin əldə edilməsinə yönəlməliyik və təlim prosesində proaktiv bir yanaşma olmalıdır. Müəllim prosesi dəyərləndirməlidir. Nəticə yönümlülük prinsipi əsasında, məsələn, qurduğu plana, əgər görürüksə ki, uşaqlarımızın inkişaf dinamikası buna uyğun gəlmirsə, orada müəyyən planda dəyişikliklər də edirik, müəyyən burada uşaqların inkişaf yönümlülüyünü də nəzərə alırıq və mütləq şəkildə, bax, bu nəticə yönümlülük məsələsini bir prinsip olaraq müəllimlər konkret belə yadda saxlayın ki, nəticə yönümlülük məqsəd, proses, nəticə ardıcıllığı əsasında həyata keçirilir və bizim bütün təlim nəticələrimizin həyata keçirilməsini təmin edir. Və burada, belə deyim də, qabaqcadan müəllimin bir gözləntisi var ki, tədrisi planlaşdırarkən uşaqlarda hansı bilik və bacarıq və vərdişləri formalaşdıracaq. Bunları əvvəlcədən müəyyən etməlidir. Bax, bu qədər. Bugünkü mövzumuz bir qədər geniş idi. İndi də istəyirəm ki, keçək sizlə testlərə, müəllimlər. Bilirsiniz ki, könüllülük prinsipi ilə davam edirik. Əl qaldırsın müəllimələr. Yavaş-yavaş başlayaq. Lamiyə Əhmədova. Lamiyə müəllimə, birinci sizlə başlayıram. Bəli. Birinci sual. Başlayıram. Bəli, oxuyuram. Tərbiyəçi məkan anlayışları mövzusunda məşğəliyə planlaşdırarkən uşaqların sağ, sol, yuxarı, aşağı, içində, kənarında anlayışlarını fərqləndirə bilməsini təlim nəticəsi kimi müəyyən edir. Daha sonra bütün fəaliyyətləri bu nəticələrə uyğun qurur. Bu situasiyada hansı prinsip daha aydın şəkildə özünü göstərir? Anlayışlar fərqləndirə. Burada
Məkan o tərbiyəçi uşaqlar Baxın, dərsxana uşaqların planlaşdırılmış tərbiyəsi. yuxarı qədim təlim məktəbi kimi. Nəticə yönümlüdür də. Ha? Planlaşdırırsa, təlim Bəli. nəticəsi qurursa və bütün fəaliyyətləri də bu nəticələrə uyğun qurursa, deməli müəllim bir gözlənti Bəli. qurur da buradakı hansı bilik və bacarıqları formalaşdıracağam. Cavabımız hansı variant? Bir variantı. Nəticə yönümlülük. Əla, Bəli. afərin. Aygün müəllimə. Bəli, müəllim. Salam. İkinci suala baxaq, axşamınız xeyir. Bəli. İkinci, Aha, ikinci. bəli. Müəllim uşaqlara müxtəlif əşyaların suda batıb batmayacağını əvvəlcədən təxmin etməyi təklif edir. Daha sonra uşaqlar öz fəaliyyətlərini yoxlamaq üçün təcrübə aparırlar. Bu fəaliyyət əsasən hansı prinsipə xidmət edir? Burada görsel olaraq uşaqlar görürlər. Burada yəqin ki, müəllimə əyanilik olar. Əyanilik. Müəllimə. Baxın, situasiyanı təhlil eləyək. Aha. Bax, Burada burada situasiyanız əvvəlcədən var. təxmin sözü var. Aha. Yəqin müəllimə onu deyirsiniz. Bax, öz İdrak fəallığı. fərziyyələrini yoxlamaq üçün təcrübə aparırlar. İdrak fəallığını deyirsiniz. Bəli, idrak. Bu Mhm. niyə görə əyanilik deyil? Çünki Mhm. məsələn situasiyanın ardınca gəlsəydi ki, müəyyən əşyaları götürürlər, yarpağı qoyurlar ora, nə bilim kiçik gəmini qoyurlar və yaxud sonra buzu qoyurlar, daşı qoyurlar, batır. Bax bu artıq onlar nə edəcəkdilər? Buna toxunacaqdılar, bir sensor təcrübə olacaqdı. Yəni bu təcrübəni yerinə yetirmək üçün təbii ki, yenə əllərinə nəsə alıb bunu yoxlayacaqlar da. Yəni mən Amma elə əsasən, düşünürəm. əsas vurğu nədir? Uşaqların öz fərziyyələrini yoxlamaq və təcrübə aparması. Bu da artıq olur idrak fəallığı. Təşəkkür edirəm müəllim aktiv iştirakınız üçün. Sonra əl qaldıran müəllimələrimizdən davam edək. Kəmalə müəllimə axşamınız xeyir. Axşamınız xeyir müəllimə. Üçüncü suala baxaq müəllimə. Üçüncü, qrupda bəzi uşaqlar hekayəni müstəqil danışa bildiyi halda digərləri şəkillərin köməyi ilə danışırlar. Müəllim hər iki qrup üçün fərqli tapşırıqlar hazırlayır. Bu yanaşma hansı prinsipə uyğundur? Müstəqil danışa bildiyi halda digərləri şəkillərin köməyi ilə. Əyanilik, idrak fəallığı, diferensiallaşdırma, əməkdaşlıq, nəticə yönlülük. Bəzidirsə bəlkə burada diferensiallaşdırmadır. Diferensiallaşdırmadır cavab müəllimə, doğrudur. Hə, İndi çünki mən sizə- bunlar uşaqları bəziləri danışa bildiyi halda digərləri də şəkillərin köməyi ilə edir də. Yəni bunlara fərqli yanaşma Aha. var. Müəllimə, əgər burada bir variantda fərdiləşmə də olsaydı, siz diferensiallaşmanı seçərdiniz, yoxsa fərdiləşməni burada? Bax bu cümlə var da. Bax, Uşaqlarda desən fərdiləşmədir. Özü seçirsə. aha. Amma burada söhbət nədən gedir? Müəllim hər iki qrup üçün hazırlayırsa, onda diferensiallaşma. Ha, çünki o müəllimin tətbiqi ilə birbaşa Müəllimin tətbiqidir, bağlı. bəli. Afərin, əla. Sonra Gülşanə Müəllimə, axşamınız xeyir. Sizin səsiniz qırıq-qırıq gəlir mənə. Echo verir səsinizlə, echo verirsiniz mənə. Düzəlmir. Çıxın təzdən girin müəllimə. Çıxın təzdən girin, nəsə Yox, internet düzəlmir müəllimə. düzəlmir. Düzəlmir. Yox, Orada yox, düzəlmir. internetiniz çox zəifdir də müəllimə sizin. Çünki məndə baxıram normaldır hamısı. Güclüdür internet. Hə, yox, bizdə də elədir. Ola bilər ki, Hə. internetiniz zəifdir müəllimə. Yox, İndi internet baxaq. Bir də çıxın girin tezdən. Yenə girin baxın bir dəfə də sınayın. Dördüncü suala Yox. baxaq. neçə də hə, girdik, çıxdıq. Eyni şey oldu yenə də. Yəqin Hə, internetiniz zəifdir. müəllimə. Olmur. Çünki mən Heç nə baxıram işləyir. internetim çox yaxşıdır. Yəni baxıram ki, güclüdür də burada. Buradan deyil bu problem. Ola bilər siz tərəfdə nəsə bəlkə bir zəiflik var. O da ola bilər. Davam edək. Aha, Gülşanə müəllimə. Bəli, müəllim, axşamınız xeyir Axşamınız olsun. xeyir. Dördüncü suala baxaq. Bəli. Uşaq tapşırığı yerinə yetirə bilmədikdə müəllim onun səhvini qrup qarşısında vurğulamaq əvəzinə fərdi dəstək göstərir və növbəti cəhdi üçün həvəsləndirir. Bu davranış hansı tələbə uyğundur? İdrak fəallığının təmin olunması, uşaq layiqətinə hörmət, nəticə yönəlmiş ailələrin cəlb olunması, əməkdaşlıq. Mənə burada B-dir. Uşaq layiqətinə hörmətdir. Yəni uşağın
uşağı digər uşaqların qarşısına alçatmaq, onları hər hansı bir söz demək olmazdı. Yəni burada uşağa hörmət etmək lazımdır. Bu tələblərə aid bir sualdır və uşaq ləyaqətinə Hörmətinə hörmət edir. hörmətdir. Aferin müəllimə, təşəkkür. Sona müəllimə. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir. Müəllimə, mən oxudum sualı. Sualın cavabı valideyn uşağın evdə ünsiyyət problemi yaşadığını bildirir. Müəllim və valideyn birgə fəaliyyət planı hazırlayaraq görüləcək işləri bölüşdürürlər. Müəllimə, burada görüləcək işləri bölüşdürürlərsə məsuliyyəti bölüşdürürlər də aralarında. Sizdə 5-ci sual. Hə, məsuliyyətin bölüşdürülməsidir. Bəli, Əməkdaşlıq prinsipində məsuliyyətin bölüşdürülməsi bəndinə uyğun. Bəli, müəllimə. Təşəkkür edirəm Sağ olun. müəllimə. Sağ olun. müəllimə. Sonra Qalib Abbasov yazılan hansı müəlliməmiz idi? Axşamınız xeyir müəllim. Nuranə müəllim. Nuranə müəllimə, hə, axşamınız xeyir olsun. 6-cı suala baxaq. Müəllim meyvə anlayışını izah edərkən uşaqlara real meyvələri göstərir, onlara toxunmağı və müqayisə etməyə şərait yaradır. Bu situasiyada hansı prinsip üstünlük təşkil edir? Əyanilik prinsipidir, nə məna? Çünki meyvələri toxunurlar, müqayisə edirlər. Müqayisə varsa idraki fəallıq. Yox, bir dəqiqə üzr istəyirəm. Müəllim meyvə anlayışı izah edir ki, uşaqlara real meyvələrə toxunurlarsa əyanilik. Əyanilik prinsipidir. Bilirsin, burada müqayisədə var idi, yəni biraz adam çaşdırır. Onun elə bil ki, əsas məqsəd burada bizim əyanilik prinsipinə riayət olunmasıdır. Mən bir sual vermək istəyirəm. Geçən dəfə belə bir hal oldu. Deməli, inteqrasiyanı keçərkən siz şagird və üfüqi inteqrasiyanın digər adlı bir müəllimə onu yəni müasir standartlarda testlərdə başqa cür səsləndirdiyini bildirdi. Siz dediniz ki, bunu aydınlaşdıraram. Aydınlaşdıra bildiniz o Yox, məsələni? müəllimə, hələ ki o sözü gərək müəllimə mənə yazıb göndərsin. Həmin müəllimə buradasa şəxsidə o sözü necə görübsə mənə yazsın, xahiş edirəm. Çünki mən mütaliə elədim, araşdırdım. Məhz o xanımın dediklərini tapmadım. Ona dedim, bəlkə birdən onlarda xəbərsiz olarıq o barədə. Ona görə soruşdum. Testlərdə mən bilmirəm, indi o daha çox şagülü və üfüqi kimi düşəcəyini düşünürəm. Salam müəllim, axşamınız xeyir. Fənlər arası fən daxili deyil də deyəsən. Yox, o ümumi təhsildədir fənlər. Xeyr, axşamınız xeyir. İnkişaf sahəsi arasında, inkişaf sahəsi daxilində. Bəli, biz Yəni belə bir situasiya olur. İnkişaf sahəsi daxilində və inkişaf sahəsi Arasında. Bəli, müəllimə, bəli. Elədirsə, müəllimə elə də gedə bilər də. Elə eyni şeydir də. Nə mənası var ki? Mahiyyət eynidir, düzdür. Üfüqi də ki, inkişaf sahələri arasındadır. Biri daxilində idi, biri də Mən başqa arasında söz idi. başa düşdüm açığı. Elə bildim başqa Mən söz. də başqa dilə elə bildim, eşitmişəm, bəli. Baxın, əgər İnkişaf elədirsə- sahələri arası üfüqidir, inkişaf sahəsi daxilində şagulidir. Şaguli, aha, bəli, bəli. Mən Mən başqa söz başa düşmüşdüm. Elə bildim nəsə ayrı bir termin var. Bəli, müəllimə. Onları bir də əgər söhbət gedirsə ki, inkişaf aydınlaşdırdıq ki, inkişaf sahəsi daxilində və inkişaf sahələri arasında. İnkişaf sahəsi daxilində şagulidir. İnkişaf sahələri arasında da olacaq üfüqi. Yəni eyni əsas mahiyyəti başa düşməkdir də. Yəni burada məna eyniyə gəlir. Ad nə qədər istəyir dəyişsin, məna ki eynidir. Yəni mənanı bilirsinizsə, kifayət edirsə müəllimələr, narahat olmayın. Yazacaqsınız onunla bağlı suallarda inşallah. Yılmaz müəllimə, Buyurun çox xahiş edirəm. Dediniz ki, inkişaf sahəsi daxilində şagili. Aha. O birisi necə oldu? İnkişaf sahələri arasında. O da üfüqi. Aha. Elə iki inkişaf sahəsinin arasında. İdrakla estetik yaradıcının arasında qururamsa, inkişaf sahələri arasında olur. Çox sağ ol. Təkcə idrakın içində qururamsa, inkişaf sahəsi daxilində olur. Bir də qayıdaq sualımıza, müəllimə, test sualında qalmışdıq. Dedik ki, əyanilik prinsipidir. Bunlardan hansıdır? Təbiilik əsasındadır situasiyamız, model və maketlərdir, qrafikdir. Təbiilik əsasında. Bir də meyvə təbiilikdir, bəli. Təbiilik əsasında. Afərin, əla. Təşəkkür edirəm. Sonra Ülviyə müəllimə. Bəli, kiməcə eşidirəm. Axşamınız. Axşamınız xeyir müəllimə. 7-ci suala baxaq. Müəllim məşğələ zamanı uşaqlara niyə yağış yağır sualını verir və hazır cavab təqdim etmədən onların fikir yürütməsinə şərait yaradır. Bu yanaşmanın əsas məqsədi nədir? Fikir yürüdürlərsə, düşünürəm idrak fəallığı inkişaf etdirir. Yağış niyə yağır sualı və hazır cavab təqdim etmədən fikir yürüdürlərsə, bu idrak fəallığını inkişaf etdirməkdir. Aha, afərin müəllimə, təşəkkür edirəm. Sonra Sara müəllimə Seyidova.
Bəli, müəllim, axşamınız xeyir. Axşamınız xeyir. 8-ci suala baxaq. Müəllim fəaliyyət zamanı uşaqlara istifadə edəcəkləri materialları seçmək imkanı yaradır. Bu hansı tələbin reallaşdırılmasıdır? Əyanilik, nəticəyönümlü, müstəqilliyin dəstəklənməsi. Uşaqlara şərait yaradır. Bəli, D variantı. Seçim imkanı veririksə, bu tələb. Tələb, Tamam, bəli. təşəkkür edirəm müəllimə. Sonra Tamam. Rəna müəllimə, axşamınız xeyir. Rəna müəllimə, Axşamınız xeyir. 9-cu suala baxaq sizinlə. Bəli, 9-cu dəqiqə. Müəllim tədris ilin əvvəlində uşaqlara əldə etməli olduqları ümumi təlim nəticələrini müəyyən edir və illik planı buna uyğun qurur. Bu fəaliyyətin əsas xüsusiyyəti hansıdır? Məncə nəticə yönümlülük. Çünki planın əvvəlcədən qurulması var. Planlaşdırılma, nəticə yönümlülük prinsipidir. Bəli. Aha, Lalə müəllimə, 10-cu sual. Bir uşaq musiqi fəaliyyətlərində, digər uşaq isə konstruktiv oyunlarda daha fəaldır. Müəllim hər birinin güclü tərəfini inkişaf etdirməyə çalışır. Bu yanaşma hansı prinsipin tələbinə uyğundur? Müəllimə B bəndidir, şəxsiyyət yönümlülük. Niyə görə bunu seçirsiniz? Çünki bilirsiniz niyə görə? Onların marağına uyğun eləyir də, onların marağını, meylini, nə bilim, bacarığını. Hansının güclü tərəfi olduğunu, zəif və güclü tərəflərini maraqlanır, hər birinin güclü tərəfini inkişaf etdirməyə çalışır. Şəxsiyyət yönümlülükdə biz dedik ki, zəif və güclü tərəflərini ortaya çıxardırıq və ona görə də şəxsiyyət yönümlülük prinsipinə əməl etmiş oluruq. Sonra Nəcibə müəllimə. Bəli, müəllim, axşamınız xeyir. Axşamınız xeyir. 11-ci suala baxaq. 11-ci sual. Böyük qrupda nəqliyyat vasitələri mövzusu keçirilir. Müəllim bütün uşaqlara eyni mürəkkəblikdə tapşırıq verir. Nəticədə bəzi uşaqlar tapşırığı çox azan, bəziləri isə çox çətin hesab edir. Metodist bu yanaşmanı kurikulumun hansı prinsipinə tam uyğun olmadığını bildirməlidir. Müəllim, bu diferensiallaşdırma və fərdiləşmədir. Niyə görə bunu seçirsiniz? Çünki hər uşağın öz səviyyəsinə görə də bəzi uşaqlar aktivdir, bəzi uşaqlar zəifdir. Güclü tərəf, zəif və orta tərəfi nəzərə alınmalıdır. Orta səviyyəli uşaqlar. Məncə bu cibəndir. Əsas məsələ onların fərqli bacarıqlarıdır da. Yəni hərəsinin diferensial fərqli deməkdir də. Fərqli də olmalıdır. Bəli, müəllimə, doğrudur. Sonra Sağ olun. növbədə Yaqut müəllimə. Bəli, Çimnaz müəllim, axşamınız xeyir olsun. Axşamınız xeyir. Sizə də 12-ci suala baxaq. Bəli. Müəllim uşaqlara müxtəlif yarpaqlar təqdim edir və soruşur. Bu yarpaqları hansı əlamətlərinə görə qruplaşdırmaq olar? Uşaqlar müxtəlif meyarlar irəli sürürlər və seçimlərini əsaslandırırlar. Bu fəaliyyət əsasən hansı bacarığı inkişaf etdirir? Bu idrak fəallığını. Yox, bircə dəqiqə. Soruşur bu. Nə çalışdırırsınız ki, müəllim özünüzü? Bax, qruplaşdırır. Müxtəlif meyarlar irəli sürür, seçimlərini əsaslandırır. Seçimi əsaslandırırıqsa nədir? Təfəkkür prosesidir də. Təfəkkür prosesidirsə nədir? İdrak fəallığıdır. İdrak fəallığı, bəli, müəllimə. Bəli, elə deyirəm, idrak fəallıqdır. Prosta özümə inanmıram. Təfəkkür prosesləri idrak fəallığıdır. Bəli, bəli. Oldu müəllimə, təşəkkür edirəm. Çox sağ olun. Gülşən müəllimə, Cabbarova. Axşamınız xeyir müəllimə. 13-cü suala baxaq. Müəllim uşaqlara planetlər haqqında danışarkən yalnız şifahi izahla kifayətlənmir. Günəş sisteminin maketdən istifadə edir. Bu zaman əyaniliyin hansı növünü tətbiq edir? Maketdirsə, modeldir burada. Maket vasitəsilə əyanillik. D bəndi olacaq müəllimə. Təşəkkür edirəm. Buyurun, Fəridə buyurun. müəllimə, 14-cü suala baxaq. Bəli, müəllimə, buradayım. Axşamınız xeyir olsun. Xeyir olsun. Məşğələ zamanı müəllim uşaqların fikirlərini dinləyir
fəaliyyətləri təşkilində onların fikirlərini nəzərə alır və dərhal birlikdə qəbul edir. Bu ünsiyyət daha çox hansı prinsipin mahiyyətini əsas etdirir. Nəticə yönlü əməkdaşlıq, yəni diferensiyalaşdırma sistemi. Müəllimi uşaqların fikirlərini dinləyirsə, fəaliyyətlərin təşkilində olan təklifləri nəzərə alırsa və birlikdə qərar verirlərsə, bu hansı? Əməkdaşlıq B variantı. Bəli, uşaq və böyük arasında əməkdaşlıq tələbi. Uşaqlarla böyüklər arasında əməkdaşlıq tələbi. Əməkdaşlıq, bəli, B variantı. Oldu müəllimə, təşəkkür edirəm. Könül müəllimə. Axşamınız xeyir olsun. Müəllim həftəlik plan hazırlayarkən əvvəlcə təlim nəticələrini müəyyənləşdirir, sonra fəaliyyətləri həmin nəticələrə uyğun seçir və sonda qiymətləndirmə meyarlarını müəyyən edir. Bu yanaşmanın əsasını nə təşkil edir? Nəticə yönümlülük B variantı müəllim. Oldu müəllimə, afərin. Sonra Ziyafət müəllimə Əhmədova. Ziyafət müəllimə. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir olsun. 16-cı suala baxaq. Müəllim bir uşağın məlumatı daha yaxşı eşidərək, digərlərinin isə görərək öyrəndiyini müşahidə edir. Sonra müəllimə, böyüdə bilmirəm və buna uyğun müxtəlif fəaliyyətlər təşkil edir. Bu qərara əsasən hansı prinsip dayanır? Müəllimə, müşahidə edir, sonra nə edir? Biri eşidərək öyrənir, digəri görərək öyrənir və buna uyğun müxtəlif fəaliyyətlər qurur. Müəllimə, bu A variantı əyanilik. Yox, müəllimə, diferensiallaşma və fərdiləşmə. Hər uşaq fərqlidir dedikdə, biri eşidərək öyrənir, diferensiallaşma və fərdiləşmə B variantı. B variantı. Təşəkkür edirəm. Müəllimə, mənim kompüterimdə problem olduğuna görə biraz qoşulmaq məndə problem oldu yenə. Qeydi izləyərəm müəllimə, qeydi göndərəcəm dərsdən sonra. Cəmilə müəllimə, axşamınız xeyir. Axşamınız xeyir müəllimə. 17-yə baxaq. Uşaq 5+3 bərabərdir 8 cavabını deyir, lakin bunun necə alındığını izah edə bilmir. Müəllim onu say çubuqları vasitəsilə əməliyyatı əsaslandırmağa yönəldir. Müəllimin məqsədi nədir? Say çubuqlarından mexaniki əzbərləməni gücləndirmək, nəticə yönümlülüyü təmin etmək, şuurlu mənimsəməni formalaşdırmaq, Burada nədir müəllim? İdrakdır da. Bəli. Şuurlu mənimsəni formalaşdırmaq. Təşəkkür edirəm. Ləman müəllimə. 18-ci suala baxaq. Salam müəllim, axşamınız xeyir. Axşamınız xeyir olsun. 18-ci sual. Müəllim uşağın səhv davranışına görə onu qrup qarşısında alçaldır və digər uşaqlarla müqayisə edir. Bu vəziyyətdə ilk növbədə hansı tələb pozulmuşdur? Nəticə yönümlülük, idrak, uşaq ləyaqətinə hörmət C variantı. Oldu müəllimə, təşəkkür edirəm. Sağ olun müəllimə. Davam eləyək. Əl qaldırmayan müəllimələrimiz var. Hansılar ki, mən istəyirəm ki, onlar da iştirak eləsin. Ülviyə müəllimə, siz iştirak eləmişdiniz, Əskərova. Bəli, Çimnaz müəllimə. Arzu Talıbova, Arzu müəllimə. Çimnaz müəllimə, mən özümü pis eləyirəm. Olur gələn səfər. Olar müəllimə, olar. Niyə olur? Allah şəfa versin. Çiçək müəllimə Abdullayeva. Axşamınız xeyir Çimnaz xanım. Axşamınız xeyir müəllimə. 19-cu suala baxaq sizlə. Çimnaz xanım, bir yerdə oxuyaq da görmürəm hərfləri. İstəyirsiniz mən sizin üçün oxuyum, siz də baxın 19-cu sualdayıq. Valideynlər üçün təşkil edilən açıq qapı günündə onlar məşğələləri izləyir, müəllimlərlə fikir mübadiləsi aparır və uşaqların inkişafı haqqında məlumat əldə edirlər. Bu tədbirin əsas məqsədi hansıdır? Variantları görürsünüz müəllimə?
xırda görürəm. Aha. Uşaqların Qiymətləndirilməsi, ailə bağça əməkdaşlığının gücləndirilməsi, təlim nəticələrinin ölçülməsi, diferensiallaşdırılmış təlimin təşkili, psixomotor inkişafının izlənilməsi. Valideynlər üçün təşkil edilir. Ailə bağça Əməkdaşlığının gücləndirilməsi. Əgər valideynlərlə ediriksə, deməli ailə əməkdaşlığının gücləndirilməsidir. Təşəkkür edirəm müəllimə. Sonra burada kim var iştirak etməyən? Gülüstan müəllimə, Gülşən müəllimə, Gülşən İbrahimzadə. Salam müəllim, axşamınız Axşamınız xeyir. xeyir Gülşən müəllimə. 20-ci suala baxaq sizinlə. Müəllim su mövzusunu keçərkən uşaqlara yalnız məlumat vermir. Onlar müşahidə aparmağa, fərziyyələri irəli sürməyə, nəticələri müqayisə etməyə və ümumiləşdirməyə istiqamətləndirir. Bu fəaliyyəti toplusu daha çox hansı prinsipin göstəricisidir? Əməkdaşlıq, nəticə yönümlülük, idrak fəallığı, əyanlılıq, şəxsiyyət yönümlülük. Məncə idrak fəallığıdır. Niyə görə o cavabı seçirik müəllimə? Əsaslandırın. Müəllim su mövzusuna keçərkən uşaqlara yalnız məlumat vermir, onlara müşahidə aparmağa. Bunlar hamısı idrakla bağlı olan məsələlərdir də. Müşahidə aparmaq, fərziyyələr irəli sürmək, müqayisə etmək, ümumiləşdirmək idrak fəallığı ilə bağlıdır. Aha, afərin, təşəkkür edirəm müəllimə. Sonra Gülüstan müəllimə, buradasınız, axşamınız xeyir. Gülüstan müəllimə. Sonra Nuridə müəllimə, sizin internetiniz düzəldi müəllimə, iştirak edə bilirsiniz. Sonra Pəri müəllimə var, Günel müəllimə var. Burada iştirak eləməyənlərdən. Süreyya müəllimə var. Mən istəyirəm ki, hamı iştirak etsin. Hələ ki, onsuz da vaxtımıza var. Yenə testlər işləməyə onsuz da yarısına kimi davam eləyəcəyik. Yəni, iştirak eləməyən müəllimələr də iştirak eləsin də. Yəni, onu demək istəyirəm. Aha. Gəlin onda başlayaq. Kim iştirak eləmək istəyir? Gülşənə müəllimə, bax sizin əliniz qalxıb. Elə istəyirsiniz sizinlə davam eləyək. Gəl müəllimə edək. 20-ci sualla davam eləyək müəllimə. 21 müəllimə. Böyük qrupun tərbiyəçisi ev heyvanları mövzusunda məşğələ keçir. O əvvəlcə uşaqların hansı heyvanları tanıdıqlarını müəyyənləşdirir. Sonra müxtəlif səviyyəli tapşırıqlar təqdim edir. Məşğələnin sonunda isə bütün uşaqların heyvanları yaşayış mühitinə görə qruplaşdıra bilməsini qiymətləndirir. Metodist qeyd edir ki, müəllimin fəaliyyətində bir prinsip dominant olsa da digər prinsip köməkçi xarakter daşıyır. Dominant prinsip hansıdır? Differensiyalaşdırma və fərdləşdirmə, şəxsiyyət yönəlmiş, nəticə yönəlmiş, idrak fəallığı, əməkdaşlıq. Mənə burada ev heyvanlarısa, ev heyvanları da ətraf aləmə aiddir. Ətraf aləm məşğələsindəki idraki aiddir, səhv etmirəmsə. Fərdləşmə və differensiyalaşdırma varsa... Burada soruşur ki, sualda tərtib eləmişəm ki, 2 dənə prinsip tətbiq olunur. Biri çox qüvvədədir, biri isə zəif qalır. Bəli. Sizin dediyiniz əslində biraz zəif qalandı. Aha. Differensiyalaşdırma, fərdləşdirmə də ola bilər, abəndə. Sualı gəlin təhlil eləyək müəllimə bir yerdə. Aha. Deyir ki, böyük qrupun tərbiyəçisi ev heyvanları mövzusunda məşğələ keçir. Aha. Burada əvvəlcə uşaqların hansı heyvanları tanıdıqlarını müəyyənləşdirir, sonra müxtəlif səviyyəli tapşırıqlar təqdim edir. Və məşğələrin sonunda isə uşaqların heyvanları yaşayış mühitinə görə qruplaşdıra bilməsini qiymətləndirir. Baxın. Qiymətləndirir. Şəxsiyyət əməkdaşlar, aslaşdırmalar və qiymətləndirir. Burada nə var? Müəllimin nəyi var uşaqlardan? Bir gözləntisi var da, düzdür? Bəli. Gözlənti varsa hansıdır müəllimə? Deyir ki, birinci baxır ki, nəyi bilib, nəyi bacarırlar.
Yeni Bəli. bilikləri üstünə planlayır ki, əlavə eləyir ki, öyrənsinlər və sonra da ona uyğun qiymətləndirir öyrəndiklərinə uyğun. Nəticə yönümlü ola bilər müəllimə. Bəli, çünki burada müəllimin bir Nəticə planı yönümlüdür, var. bəli müəllim. Planını qurub, Planın əvvəlcədən qurulması, bu bəli, onun daha nəticə çox yönümlüdür. dominant prinsipdir. Əsas planın üzərindən qurub ondan gedir söhbət. Bəli, müəllimə, C bəndi nəticə Aha, yönümlüdür. təşəkkür eləyirəm müəllimə. Siz Sonra sağ olun müəllimə. Sara müəllimə Seyidova bir sualda baxaq 22-ci suala. Sara müəllimə burdasınız, Seyidova. Bəli, müəllimə. Axşamınız xeyir bir daha. 22-ci suala baxaq Axşam. müəllimə. Aha, bir dəqiqə. Müəllim uşaqlara müxtəlif materiallardan hazırlanmış toplar təqdim edir və soruşur. Sizcə bunlardan hansı daha uzağa diyirlənəcək? Uşaqlar fərziyyələr irəli sürür, sınaq keçirir, nəticələri müqayisə edir və səbəbləri izah edirlər. Bu situasiyada əsas məqsəd hansı prinsipin reallaşdırılmasıdır? Şuur sınaq keçir, nəticələri müqayisə edir. Aha, əyanilik, çünki əşyalar nümayiş etdirilir. Diferensiyalaşdırma, çünki müxtəlif materiallardan istifadə olunur. İdraç fəallığı, çünki uşaqlar problem həllinə cəlb olunurlar. Nəticə yönümlü, çünki nəticə əvvəlcədən müəyyən edilir. Şəxsiyyət yönümlü, çünki uşaqların fikirləri dinlənilir. Demək, uşaq müxtəlif materiallar hazırlanmış toplar təqdim edir. Sizcə bunlardan hansı daha uzağa diyirlənəcək? Əşyalar nümayiş edir. Əyanilik müəllimə. Çünki əşyalar nümayiş etdirilir, fərziyyələr irəli sürülür, sınaq keçirilir, nəticə müqayisə edir. Nəticə də var, nəticə yönümlüdür, çünki əvvəlcədən müəyyən edilir. D variantı. Baxın müəllimə. Tapmaca oldu. Uşaqlara hansı sualı verir müəllimə? Sizcə Əyanilik elə bir prinsipdir ki, əslində o Evet. bütün məşğələlərin içərisində olur. Yəni Olur, yəni çünki var sırf bütün sual ona aid düşməlidir konkret ki, burada əyaniliyin hansı növüdür və yaxud məsələn belə də. Bax indi Aha, burada bəli. baxırıq ki, uşaqlar neynir? Fərziyyələr irəli Fərziyyələr sürür. irəli sürür, bəli. Aha. Sınaq keçirir, nəticə Fərziyyələri müqayisə müqayisə edir. eləyirlərsə, bunlar nədir? Səbəbi izah etdirirlərsə, bunlar Şəxsiyyət nədir? yönümlülük. Şəxsiyyət yönümlü fikirləri dinlənilir. İdrak sağlığı üçün C bəndi müəllim. Bu nədir? İdrakdır da, idrakla. Sağlığı üçün Evet, uşaqlar müəllim. problemi həll edirlər. Problem həllinə cəlb olunur. C variantı. Problem həllinin cəlb olunurlar ona görə seçirik ki, mən sizə keçən səfər səriştələr mövzusunu keçəndə onu izah elədim, amma görürəm ki, müəllimələr biraz çətinlik çəkir. Qoy qısa bir izah verim ona dair. Problem həll etməklə səriştə, qərar Bəli. qəbul etmə arasındakı fərq ondan ibarətdir ki, problem həll etmədə hər ikisində bir problemi olur. Ona uyğun fərziyyələr irəli sürülür, nə bilim uşaqların fikri dinlənilir, uşaqlar bir versiyalar səsləndirirlər ki, nəyi necə edə bilərik də bir götür-qoy prosesi gedir. Hər ikisinin içərisində həm problem həll etmədə, həm qərar qəbul etmədə bir seçim, bir götür-qoy etmə prosesi var. Bununla razıyıq da, düzdür? Amma problem həll etmənin qərar qəbul etmədən əsas fərqi ondan ibarətdir ki, nə üçün məsələn daha uzağa diyirlənəcəkdə bunların problemi budur ki, hansını daha uzağa diyirlənəcəklər. Əgər sınaq keçirilirsə, sınanırsa, uşaqlar sınayıb baxırlarsa ki, görüm, irəli sürdükləri fərziyyə, irəli sürdükləri fikir, variant işə yarayır yoxsa yox. Ona dair bir sınaq keçirirlərsə, sınaq varsa, bir tətbiq etmə varsa, bu problem həll etmədir. Yaxşı. Çox sağ olun müəllimə, yeni izah üçün. 23 mən deyim, Ziyafət müəllimə. Buyurun. Mən bir dəqiqə olar bir söz deyim, üzr istəyirəm, çox üzr istəyirəm. Mən elə bilirəm ki, bəlkə səhv bilirəm, onu düzəldərsiniz. İdraki fəallıq axtarıcılıq prinsipinə əsaslanır. Yəni bu fəallıqda axtarıcılıq var deyəsən. Var müəllimə. Elementar tədqiqatçılıq, araşdırma. Ümumiyyətlə beyninlə fikirləşdiyin hər şey idrakdadır. Onda psixi proseslər də idraka aiddir. Baxın da biz orada nə deyirik? Deyirik ki, nə üçünsə haqqında düşünürük.
Bir fikir irəli sürürük. Nədir bu müəllimə? Avtomatik olacaq idrakdır. Deyirlər idrak. Çok sağ ol. Sonra deyim mən 23-ü. ziyafət müəllimi sizsiz? Hansı müəllimə? Bəli, bəli. Hə, ziyafət Ziyafət müəllimi 23 müəllimi. oxuyun. Aha, müəllimə biraz zəhmət olmasa böyüdək. Mən bugün telefondan qoşuldum kompüterə görə. Aha, 23. Aha. Məşğələ zamanı müəllim bütün uşaqlara eyni sayda puzzle təqdim edir. Sonradan məlum olur ki, bəzi uşaqlar tapşırığı 1 dəqiqəyə, digərləri isə 15 dəqiqəyə tamamlayır. Metodist müəllimə bildirir ki, o uşaqların öyrənmə tələbatını nəzərə almayıb. Bu irad daha çox hansı prinsipin pozulması ilə bağlıdır? Variant 1, A variantı əyanilik, B idrak fəallığı, C əməkdaşlıq, D diferensiallaşdırma və fərdiləşmə, Y nəticə yönümlü. Müəllimə, burada D variantı. Diferensiallaşdırma və fərdiləşmə. Öyrənmə tərbiyyə və istiqamət. Bəli, bəli. Öyrənmə tələbatı nəzərə alınmayıbdır uşaqların. Aydındır müəllimə, təşəkkür edirəm. Sonra Çox sağ Gülşən olun. müəllimə, axşamınız xeyir bir daha. Gülşən İbrahimzadə. Bəli. 24-cü suala baxaq müəllimə, sizdən keçirdim bura. Uşaq ağacların yarpaqlarını niyə töküldüyünü soruşur. Müəllim hazır cavab vermək əvəzinə uşaqlar həyata aparır, müşahidə aparmağa, fərziyyələr söyləməyə və nəticə çıxarmağa istiqamətləndirir. Bu situasiyada əyanilik prinsipi ilə yanaşı tətbiq olunan digər əsas prinsip hansıdır? Şəxsiyyət yönümlülük, nəticə yönümlülük, əməkdaşlıq, idraki fəallıq, diferensiallaşdırma, nəticə yönümlülük ya da əməkdaşlıqdır deyəsən, ya əməkdaşlıq. Onu niyə seçirsiniz ki müəllimə? Bax, burada əsas qrup işi vurğulanmır, valideynlə əməkdaşlıq yox. Nəticə uşaqları deyir aparır, sonra da ki uşaqlara hansı şeyin açar sözü idi? Tələbin. müşahidə aparmaq üçün Nəticə çıxarmaq, düşünüb nəticə çıxarmaq. nəticə yönümlülük. Düşünüb nəticə çıxarmaq. Düşünüb nəticə idrak. İdraki fəallıq. Yenə fikir. Fərziyyə irəli sürmək nə deməkdir? Bax, adi fərziyyə irəli sürmək. Uşaqlar yenə də özləri fikirləşir, özləri tapır. Mən düşünməsəm bir fərziyyə irəli sürə bilərəm. Düşünürəm ki, beynimdə Beynində izah edir uşaqlar özləri deyir ki, yəni tapın da uşaqlar tapılmazdır. İdraki fəallığı. Müşahidədə idrakla, çünki təfəkkür prosesi gedir də, müşahidə edirəm, təfəkkür. Uşaqlara düşündürür, uşaqlar cavab verir də. Nəticə çıxarmaq burada. O gördüyündən nəticə çıxarmaqdır. Yəni qavrayıb ondan bir nəticəyə gəlməkdir. O nəticə bu nəticədir. O həyata aparma mənə ona görə çaşdırdı, əməkdaşlıq dedim. Onunla bax, bir həyata aparırsa, əyaniliyi də tətbiq edir. Amma əyaniliklə yanaşı da idrak fəallığını tətbiq etmiş olur. Oldu müəllimə. Yaqut müəllimə. Bəli, Çimnaz müəllimə. 25-ci suala baxaq. Bəli, valideyn müəllimə müraciət edərək bildirir ki, evdə uşağın diqqətini uzun müddət bir fəaliyyət üzərində saxlamaq çətindir. Müəllim valideynlə birlikdə ev və bağçada tətbiq olunacaq vahid yanaşma hazırlayır və bir ay sonra nəticələri birlikdə təhlil etməyə qərar alırlar. Bu situasiyada əməkdaşlığın hansı xüsusiyyəti daha qabarıq görünür? Deməli, burada qarşılıqlı hörmət, davamlı əlaqə, ortaq məqsədlə məsuliyyətin bölüşdürülməsi, uyğunlaşma və güzəşt, açıq ünsiyyət. Burada C bəndi. Ortaq bir məqsəd, ona uyğun da valideynlə əməkdaşlığın bölüşdürülməsi. Bəli. Təşəkkür edirəm müəllimə. Aygün müəllimə, Şirinli. 26-cı suala baxaq. Müəllim meyvələr mövzusunda məşğələnin sonunda uşaqların meyvələri
26-cı sual dediniz Hə, mənim. 26-dır, bəli, bəli. Aha. Deməli, meyvələr mövzusunda məşğələnin sonunda uşaqların meyvələri rənginə, dadına və növünə görə qruplaşdıra bilməsini gözləyir. Lakin məşğələ zamanı uşaqlar yalnız meyvələrin adlarını əzbərləyirlər və qruplaşdırma bacarığı formalaşır. Hə, deməli bu fikir yürüdürlər öz fərziyyələri ilə. Bu idrak fəallığıdır. Əyani olaraq görmürlər də, yəni meyvəni sadəcə öz təsəvvürlərindəki meyvələrin rəngini, dadını və formasını qruplaşdırırlar. Baxın, suala diqqətlə oxuyaq. Formalaşmır. Adlarını əzbərləyirlər və qruplaşdırma bacarığı formalaşmır. Bu vəziyyətdə burada da mənim cavabda da deyir də reallaşmayıb. İdrak fəallığı reallaşmayıb. Sual reallaşmamışdır soruşur. Hə. Bəli, bəli. Fikir verim. Hə, düz qeyd edirsiniz müəllimə. Doğru tapdınız. Doğrudur. Təşəkkür edirəm müəllimə. Sağ olun. Sağ olun. Sonra ardınca Sona müəllimə. Nuridə müəllimə. 27-ci sual. Müəllim. Oxuyun mu? Hə, oxuyun, 27. Müəllim oxu. Oxuyun, Nuridə müəllimə, siz oxuyun. Siz oxuyun 27-ci sualı. Müəllim mən oxuyum. Əksəbəli. Yenə kəsildi internetiniz deyəsə müəllimə. Sona müəllimə, Qabil Abbasov yazılan hansı müəllimə idi? Gülüstan müəllimə? Nuranə müəllimə. Nuranə müəllimə. Nuranə müəllimə, onu da siz oxuyun. 27-ni hələ ki, nəsə Nuridə müəllimə də alınmadı. Müəllim eyni mövzunu izah edərkən bir qrup uşağa şəkillərdən digər qrupa əşyalarla manipulyasiyadan, üçüncü qrupa isə hərəkətli oyundan istifadə etməyə imkan yaradır. Bu situasiyada hansı anlayış daha dəqiq əks olunur? Deməli, bir qrup uşaq şəkil çəkir, digər qrup manipulyasiya, digər qrup isə oyunlardırsa, müəllimə bu diferensiallaşmadır da. Fərdi yanaşır da uşaqlara. Müəllimə burada, müəllimə diferensiallaşmadır, bəli. Müxtəlif metodları tətbiq etməyə çalışırsa, fərdiləşmə də olsaydı uşaq gedəcəkdi. Diferensiallaşma məhz müəllimənin fəaliyyəti ilə bağlıdır. Sonra, iştirak eləməyən müəllimələrimizdən kim iştirak eləmək istəyir? Var, testdə iştirak etmək istəyən müəllimələrdən bir də soruşum, adını çəkmədiyim. Nuridə müəllimə, necə oldu, siz də oxuya bilirsiniz? Nəsə bugün sizdə internetdə alınmadı. Problem yarandı deyəsən. Digər müəllimələrimizdən Süreyya müəllimə var. Sonra burada Pəri müəllimə, Günel müəllimə. Çimnaz xanım, mən iştirak eləyim. Mən azad iştirak edirəm. Bilirəm Çiçək müəllimə. Balansım zəifdir deyə biraz elə bir ki, azad iştirak eləyirəm. Sizə indi qoy 28-ci suala baxaq sizlə bərabər. Amma siz oxuyun da telefondan baxıram deyə xırda hərfləri görmürəm. Siz oxuyun. Oxuyun, baxın siz. Hamıda bütün müəllimələr fikirləşsin. Məşğələdə müəllim uşaqlara bu şəkillərdə hansı hadisələr əvvəl, hansılar sonra baş verib sualını verir. Uşaqlar hadisələri ardıcıllıqla düzür, səbəb-nəticə əlaqələrini izah edir və fərqli fikirləri əsaslandırırlar. Bu fəaliyyət daha çox hansı idrak əməliyyatlarını inkişaf etdirir? Variantları görürsünüz müəllimə? Yadda saxlama və təkrar etmə, təqlid və müşahidə, müqayisə, ümumiləşdirmə və nəticə çıxarma, motor koordinasiya və diqqət, ünsiyyət və əməkdaşlıq. Dedim, məşğələdə müəllimə nə deyir? Bu şəkillərdə hansılar əvvəl, hansılar sonra baş verib? Və uşaqlar da hadisələri ardıcıllıqla düzürlər, səbəb-nəticə əlaqələrini izah edirlər. Təkrar etmə. Hə? Yadda saxlama və təkrar etmə. Yoxsa? C variantına baxın müəllimə. Müqayisə, ümumiləşdirmə və nəticə çıxarma.
Çıxarma. Bu daha çox Aha. idraki fəaliyyətlə bağlıdır da müəlliməm. Aha. Öz-özümə dayanıb fikirləşirəm, qızlar suallara cavab verəndə. Hamısını tapıram, amma belə də özüm cavab verəndə nəsə özümü itirirəm. Həyəcanlanmayın da müəlliməm. Həyəcandan olur da, yəqin ki, həyəcanlanırsınız. Hə, o düzdür. Çox sağ olun müəllimə, çox sağ olun. Buyurun. Bir də ki, müəllimlər, baxın, burada nisbətən sizin üçün tərtib eləmişəm. Biraz da çətinlik səviyyəsi, çətin olan testlərdir. Elə bugünkü mövzumuzla əlaqədar. Bugün sizə 2 dənə test tapşırığı göndərəcəm dərsdən sonra. Bir, bu bayaqdan etdiklərimizin olan test tapşırıqlarını. Bir də burada tərtib elədiyim əlavə təlimin təşkilinə verilən tələblərlə bağlı. Onu da eləyərsiniz. İnşallah